Salam, mən yeni bir kanal açmışam və bu kanalda tamamilə səmimi olaraq sizinlə bərabər bir söhbət eləmək istəyirəm. Bu kanalın yaranma məqsədi ondan ibarətdir ki, cəmiyyətimizdə gördüyüm boşluqları və onların səbəblərini araşdırıb, daha çox sevgi üzərindən özümüzü sağaltmağımızdır. Həqiqətən də sevgi insanların yaralarına mərhəm olmağı bacarır. Fəqət bunu görməyi bacara bilsək və insanlar olaraq bir-birimizə xidmət etməyi, ən yüksək səviyyədə davam etdirməyi özümüzə bir öhdəçilik halına gətirə bilsək, çox ümidvaram ki, bu kanaldan hər birimiz yaralanacaqsınız, hər birimiz öz içimizə dönərək, həqiqətən də o yarımçıq qalan parçalarımızı, görmədiyimiz, görməzdən gəldiyimiz və ya itirmiş olduğumuz öz parçalarımızı yenidən tapmağı bacararsınız. Ümidvaram ki, bu kontent hər birimiz üçün xeyirli və uğurlu olar. Çünki insan tapdığı yerdə, özünü tapdığı yerdə daha çox özünü xoşbəxt hiss edir. Və mənim də bu kanalı açmaqda məqsədim ondan ibarətdir ki, həm özüm üçün, həm də başqaları üçün faydalı olun. Eyni zamanda insanların nə irqinə, nə dininə, nə cinsinə görə deyil, onun həqiqətən də öz varlığına görə, ruhuna görə ona qiymət verməyi bacaraq. Bu baxımdan da bu kontentin yaradılmasında əsas məqsəd ondan ibarətdir ki, sizin hansısa bir təhsil səviyyədə olmağınız, sizin nə qədər zəngin olmağınız bu kontentdə baxıb-baxmamağınızın heç bir fərqi olmayacaq. Yəni sizin kateqoriyanız burada əsas rol oynamayacaq. Əsas rol sizin öz istəyinizlə burada olmağınız rol oynayacaq və sizin həqiqətən də dəyişimə, özünüzə yaxınlaşmağa, insanlarla ona münasibətinizi düzəltməyinizə, cəmiyyətimizdə olan problemləri aradan qaldırmağa həvəsli olmağınıza və ən önəmlisi cəsarətli olmağınıza görə təşviq edəcəm. Bu baxımdan da bu kontenti yaratmaqda əsas məqsədimizə görə də biz bir yerdə daha da güclü olacaq və biz bir-birimizin yaralarına mərhəm olmağı bacaracaq. Çünki burada komment hissəsində istədiyiniz sualı yazın və bir-birimizə istədiyiniz dəstəyi göstərə biləcəksiniz. Bəzən biz həyatımızda tanımadığımız bir insana öz içimizdəkiləri paylaşmaq istəyirik. Bax, məhz bu kontentlər sizi bu şəraiti yaradacaq və siz istədiyiniz vaxt, istədiyiniz sualları, istədiyiniz qəlbinizdən keçənləri buraya yaza biləcəksiniz. Mən də vaxt etdikcə bunları oxuyub, sizin diqqətə alaraq kontentlər yaratmağa davam edəcəm. Bu baxımdan da gəlin həyatımızda həqiqətən də sevginin təmsilçisinə çevrilək. Ancaq bunun üçün biz öncəliklə özümüzü sevməkdən başlayaq. Özünü sevmək başqaları əzmək deyil, özünü sevmək özünlə bərabər başqalarının sevgisini qazanmaqdır və başqaları ilə bir yerdə yola çıxmaqdır. Özünü sevmək odur ki, mən özüm öz üzərimdə işləyərək başqalarını da öz üzərlərində işləməyə təşviq edirəm. Çünki biz bir-birimizə xidmət ediriksə, mənim uğurum bir başqasının uğurudur. Çünki mən əgər bir satıcıya yaxınlaşıb ondan nəsə alıramsa, onun da sağlam, xoşbəxt və sevgi dolu olmasını istəyərəm ki, mən ürəklə ondan alış-veriş edib. Eyni ilə də digər şəxslər. Yəni biz həyatımız boyunca bir-birimizə nə qədər fayda versək, dünyanın ritmini, balansını o dərəcədə qorumuş olacağıq. Bu baxımdan da çalışaq ki, bir-birimizlə həmrəy olaq, bir-birimizlə dost olaq, mehriban olaq və həqiqətən də təkcə öz ölkəmizdə deyil, bütün dünyadakı insanlarla barış içində, sülh içində olmağa bacaraq. Mən bu kontenti ona görə yarattım ki, biz həm sülh, həm də sevgini təmsil edək. Bu baxımdan da arzumdur ki, hər zaman xoşbəxt və gözəl bir həyatımız olsun.